Salam əziz müəllimlər, mən Nur Mustafazadə, metodika üzrə təlimçi olaraq fəaliyyət göstərirəm. Bugünkü mövzumuz operant şərtlənmə nəzəriyyəsidir. Bu nəzəriyyəni qısa və anlaşılan şəkildə sizə izah etməyə çalışacağam. Deməli, bu nəzəriyyəyə əsasən insan davranışları xarici stimullara, yəni mükafat və cəzalara əsaslanaraq formalaşır və dəyişir. Behaviorizmə görə insanın daxili psixoloji vəziyyətini analiz etməyə ehtiyac yoxdur. Çünki davranışlar müşahidə edilə və ölçülə bilən olur. Bu nəzəriyyənin əsas ideyası belədir. Nə etdiyimiz deyil, etdiyimiz hərəkətin nəticəsini əsas götürərək öyrənirik. Məsələn, bir şagird ev tapşırığını yerinə yetirir və müəllim onu tərifləyirsə, bu müsbət gücləndirici sayılır və şagirdin bu davranışı təkrarlamaq ehtimalı da artır. Və yaxud da ki, əgər şagird dərs zamanı telefonla oynayırsa və müəllim onun telefonunu əlindən alırsa, bu mənfi cəza sayılır və bu davranışın azalması məqsədi ilə edilir. Behaviorizmdəki əsas məqsədlər və anlayışlar bunlardır. Məsələn, davranış müşahidə olunan və ölçülə biləndir. Xarici stimullar və cavablar əsasdır. Daxili mental proseslərə fokuslanmır. Davranış əvvəlki şərtlərdən və nəticələrdən asılı olaraq dəyişə bilər. Şərti reflekslər, operant şərtlənmə əsas nəzəri dayaqdır burada. Yəni, burada deyilir ki, insan davranışı nəticələrə görə öyrənilir və davranış gücləndiricilərlə formalaşır. Operant şərtlənmənin növləri vardır. Pozitiv gücləndirmə, negativ gücləndirmə, pozitiv cəza və negativ cəza. Pozitiv gücləndirici nədir? Burada bir mükafat əlavə olunur. Necə? Arzu olunan davranışı artırmaq üçün nəsə əlavə edilir. Misal üçün, şagird tapşırığı vaxtında yerinə yetirirsə, müəllim onu tərifləyir. Bu pozitiv gücləndiricidir. Nəticədə şagird yenə də tapşırıqları vaxtında etməyə çalışır. İkinci negativ gücləndiricidir. Burada arzu olunan davranışı artırmaq üçün xoşagəlməz bir vəziyyət ortadan qaldırılır. Məsələn, şagird dərsdə aktiv iştirak edir, müəllim artıq ona əlavə ev tapşırığı vermir. Yəni ki, gördüyünüz kimi daha çox tapşırıq vermək əvəzinə artıq oradan müəyyən bir tapşırığı vermir, özünü yaxşı aparır deyə və yaxud da ki, dərslərdə aktiv iştirak edir deyə. Bu negativ gücləndiriciyə aiddir. Daha sonra, indi isə pozitiv cəzaya baxaq. Pozitiv cəza xoşagəlməz bir şeyin əlavə olunmasıdır. Yəni ki, arzu olunmayan davranışı azaltmaq üçün nəsə əlavə olunur. Misal üçün, şagird dərsdə danışır, müəllim ona xəbərdarlıq edir. Negativ cəzada isə xoş bir şey çıxarılır. Məsələn, arzu olunmayan davranışı azaltmaq üçün xoş bir şey əlindən alınır. Tutaq ki, şagird qaydalara əməl etmir, müəllim onun sevdiyi oyunu oynamağı ona qadağan edir. Bu da negativ cəza sayılır. Operant şərtlənməyə əsasən müəllim müəyyən, belə deyək, məqamlara diqqət yetirməlidir bu kimi vəziyyətlərdə. Tutaq ki, arzu olunan davranışı mükafatla gücləndirə bilər. Yəni ki, hər hansı bir xoş bir davranış göstərdikdə ona mükafat verə bilər. Bu sayədə həmin o davranışı davamlı ola bilər və yaxud da daha yaxşı nəticə göstərə bilər, tutaq ki, şagird. Və yaxud da ki, arzu olunmayan davranışı azaltmaq üçün cəza və ya görməməzlikdən gəlmək ola bilər. Daha sonra yəni müəllim şagirdin hər hansı bir davranışını cəza olaraq onu görməzdən gələ bilər və yaxud da ki, ona hər hansı bir cəza tətbiq edə bilər ki, o davranışı artıq şagirddən uzaqlaşsın. Yəni daha doğrusu şagird o davranışı özündən uzaqlaşdırsın. Daha sonra müəllim maraqsız dərslərdə motivasiya üçün stimullar və ya mükafatlar tətbiq edə bilər. Davranışı müşahidə və ya əks əlaqə ilə idarə edə bilər. Yəni şagirdlərin davranışına əsasən müəyyən əks əlaqə qura bilər, rəy bildirə bilər. Lakin bu operant şərtlənmə nəzəriyyəsində şəxsi zehni proseslər və fərdiliklər nəzərə alınmır. Yəni ki, şagirdin düşüncəsi və daxili motivasiyasını nəzərə alınmır. Yəni, eyni zamanda bu yanaşma hər öyrənmə formasını da izah edə bilmir. Yəni ki, məsələn, bir uşağın ana dilini öyrənməsi stimulsuz da baş verə bilər. Lakin bu nəzərdə deyilir ki, bütün davranışlar, baş verən hər bir şey xarici stimullar nəticəsində baş verir. Yəni, ona görə müəyyən, belə deyək, çatışmamazlıqlar da var bu nəzəriyyənin. Dərsimiz bura qədər idi. Hər birinizə uğurlar diləyirəm. Sağ olun.